Və sonda da həm özümü, həm də sizi bu kimi təhlükəli günahlardan çəkindirərək deyirik ki, yəni dilini açıb buraxmaqdan, yəni qoru, sağa sola danışmaqdan, hansı ki bu dil insanı cəhənnəmə aparır və dilin sayəsində insan uzanlardan olur. Əbu Hureyra radiyallahu anh'a gələn rivayətdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, "Mən vaqahullahu şerra ma beyne lihyeyhi və şerra ma beyne ricleyhi dakhalal cennə." Allah Teala bir kimsəni iki çənəsi arasında olanı və iki ayağı arasında olanı qorumağa müvəffəq edərsə, onu cənnətə daxil edər. Və həmçinin digər hədisdə buyurur ki, insanoğlu sabahladığı zaman onun əzaları dilinə yalvarır. Və deyirlər ki, İttəqilləhə finə bizim haqqımızda Allahdan qorx, fə innəmə nəhnu bik, biz səninləyik. Fə in istəqamtə istəqamnə, əgər sən düz olsan biz də düz olacağıq. Və in i'vəcəcdə i'vəcəcdə, əgər sən əyilsən biz də əyiləcəyik. Və həmçinin Peyğəmbər sallallahu Muaz radiyallahu anh deyir ki, Ələ uxbiruka bi mələki zəlikə kullihi kuffə aleykə hədə. Əgər istəyirsənsə bu qədər xeyirləri özündə cəm edəsən, əhatə edəsən, mübarək dilini çıxardaraq deyir ki, bunu qoru. Qalə ya Nəbiyyallah. Və təəccüblə soruşur ki, ey Allahın nəbisi sallallahu aleyhi və səlləm, və innə ləmuəxədunə bimə nətəkəlləmu bih, məgər biz danışdığımıza görə də hesaba çəkiləcəyikmi? Qalə fəkilətkə ummukə ya Muaz, ey Muaz, anan səni itirsin. Və həl yəkubbun nəsə finnəri alə vücuhum illə həsaidə əlsinətihim, məgər insanları üzü qoyulu cəhənnəmə atan onların dilləri ilə biçdikləri, qazandıqları deyilmi? Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmdən soruşulanda ki, insanları ən çox cəhənnəmə daxil edən səbəb nədir? Qalə əl-fəmu vəl-farc, ağız və ayıb yeridir. Və insanları ən çox cənnətə daxil edən əməl isə təqvallah və hüsnül xuluq, Allahdan qorxmaq, təqvalı olmaq və gözəl əxlaqdır. Və həmçinin digər hədisdə Peyğəmbər sallallahu buyurur: "La yestəqimu imanu abdin hatta yestəqima qalbu." Bir insanın imanı düz olmaz, onun qəlbi düzəlmədikcə. "Və la yestəqimu qalbu hatta yestəqima lisanu." Və bir insanın qəlbi də düzəlməz, dili düzəlmədikcə. Ona görə bu məsələ, xüsusən də bu kimi fitnələr olan dövrlərdə özünə xeyir istəyən insan, yəni özünə nəsihət edən insan, nəsihət nədir mənası? Xeyir istəyən, axirətini istəyən insan, yəni buna çox diqqət etməli. Ona görə sələflərdən biri deyir ki, mən 10 il çalışdım. 10 il çalışdıqdan sonra susmağı öyrəndim. 10 il çalışandan sonra. Gör, cəmaat nəyə çalışır? Amma bizdə isə artıq danışmaq çox adi bir hal alır. Və elə bir ki, insan danışanda hünər edir. Və Həsən Basri rahimehullah deyir ki, mömin insanın dili qəlbinin arxasında olur. Mömin insanın dili qəlbinin arxasında olur. Yəni, qəlbi ilə düşündükdən sonra danışır. Amma münafiqin dili isə qəlbinin qabağında olur. Qəlbə çatmağa qoymur. Qəlbə çatmazdan əvvəl danışır. Bu münafiqin halı, Allah qorusun. Və həmçinin Həsən Basri rahimehullah buyurur ki, mömin insan o insandır ki, hər hansı bir kimsədə ayıb gördüyü zaman onu örtər, gizlədər və nəsihət edər. Amma münafiq o insandır ki, ayıbı ortaya çıxardır və yayır. Ayıbı çıxardır və yayır. Allah qorusun. Yəni, alimlər də buyurur ki, o vaxt var idi qeybət 10 nəfərin arasında olurdu, 20 nəfərin arasında olurdu, bir məclisdə olurdu. İndi qeybət ümumi dünya məclisinə çevrilib. Ümumi dünya qeybətinə çevrilib. WhatsApplar və yaxud da digər vasitələr, görün gələcəkdə nələr çıxacaq. Və yenə Buxarıya gələn hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, yenə mələklərlə getdiyim zaman bir insanı gördüm və birisi də onun başının üstündə oraq kimi bir alətlə onun ağzından bir tərəfindən salaraq ağzını başına qədər dartaraq cırır. Və sonra ağzını o bir tərəfini cırdığı zaman bu bir tərəfi yapışır.
Və bu cür ona əzab verir. Və soruşdum ki, bu kimdir? Dedilər ki, bu o insandır ki, səhər evindən çıxdığı zaman bir yalan danışar, onun danışdığı yalan üfüqlərə yayılar. Hətta alimlər deyir ki, bu indiki vasitələr elə bir ki, bu hədisin təsdiqidir. Bütün dünyaya yayılır. Yəni, görün, bu insanlar nə qədər günah daşımış olur. Kimsə sənə göndərə bilər, amma sən də o knopkanı basanlardansansa, o məsuliyyəti sən də daşıyırsan. Yəni, elə bilmə ki, o yüngül məsələdir. Allah Teala o ifk hadisəsindən sonra Nur surəsində deyir ki, İz tələqqavnəhu bi-əlsinətikum və təqulunə bi-əfvahikum mə leysə ləkum bihi ilm və təhsəbunəhu heyyinə və huvə indallahi azim. O vaxt ki, siz dilinizlə qəbul edib ağzınızla danışdınız və siz onu çox yüngül hesab edirsiniz. Elminiz olmadığı bir şeyi, bilmədiyiniz bir şeyi dilinizlə qəbul edib ağzınızla danışırsınız. Və təhsəbunəhu heyyinə, siz onu çox yüngül hesab edirsiniz. Və huvə indallahi azim, bu Allah qatında çox dəhşətlidir. Yəni, elə bilmə ki, mən ötürdüm, getdi, yox. Bütün bunların hamısının sorğu-sualı var. Ona görə sələflər deyərdi ki, fəiddə lis-suəli cavabə və lil-bəla'i cilbəbə. Sən suala cavab hazırla. Qiyamət günü sənə sual verildiyi zaman o veriləcək suala cavabın var, varsa danış. Yoxdursa danışma. Demə. Baxın, bu ayəyə belə baxanda insan nə ilə qəbul edir? Sözləri qulaq eşidir, sonra qəlblə qəbul edir, sonra dili ilə danışır. Baxın, Allah Teala nə deyir? İz tələqqavnəhu bi-əlsinətikum. Siz dilinizlə qəbul etdiniz. Dilinizlə qəbul etdiniz. Yəni, o dərəcədə gələn sözləri, şayələri heç araşdırmadan danışdınız, yəni heç qəlbə çatmadı. Demək, qəlbə çatmadan da danışmaq bu münafiqliyin əlamətidir. Allah qorusun. Allah Teala şifalar etsin. Allah Teala hər birimizi dində sabit eyləsin. Və hər birimizi qəlbini itaətə çevirsin. Və hər birimizə gözəl sonluq nəsib eləsin. Və alimlər buyurur ki, belə danışıqlar, artıq danışıqlar insanın pis ölümünə səbəb ola bilər. Allah qorusun. Hətta gətirirlər ki, Şafi məzhəbindən böyük alimlərdən olur. Böyük çox kitabları. Amma çox vaxt Nəvəvi Rahiməullahın dalınca danışanlardan olur. Və öləndə dili çıxır və dili qapqara olur. Və çoxları deyir ki, ola bilsindir, onun dilinin qaralması Nəvəvi Rahimullah ittihamlarına görədir. Allah qorusun, Allah sabit eyləsin.